Salam, hər vaxtınız xeyir. Demək, 6-cı sinif dərsliyi, səhifə 90. Why is Estonia called Estonia now? Deyir ki, nə üçün Estonia indi Estonia adlanır. Estonia is a small group in the north of Europe. Estonia Avropanın şimalında balaca bir ölkədir. About 1.3 million people live there. Təxminən 1.3 milyon insan orada yaşayır. Its capital Tallinn is a popular tourist destination with a historic center old town that receives millions of visitors every year. Demək, paytaxtı Tallinn hər il milyonlarla turisti qəbul edən tarixi mərkəzi Old Town olan deməli məşhur turist mərkəzidir. The country also attracts people and companies that work with technology and innovation. Ölkə həmçinin insanları və şirkətləri öz innovasiyaları və texnologiyası ilə cəlb edir. Estonia is becoming the most digital country in the world. Deməli, Estonia dünyada ən digital ölkə olmaq yolundadır da. Daha sonra let's look at some facts about Silicon Valley of the Baltic Sea. Gəlin, Baltik dənizinin Silikon vadisi haqqında olan bir neçə fakta nəzər yetirək. In 1997, the government created a plan to increase internet access in Estonia. 97-ci ildə hökumət Estoniyada internet girişini daha doğrusu inkişaf etdirməyi qaldırmaq üçün bir plan hazırlayır. In 1999, all the schools in the country had an internet connection. Və 99-cu ildə artıq bütün məktəblərdə internet var idi. Children start to learn how to program a computer when they are 7 years old. Deməli, artıq uşaqlar 7 yaşları olanda kompüter necə proqramlaşdırmaq olur, onu öyrənməyə başladılar. Estonians created Skype in 2003. Deməli, Estoniyalılar 2003-cü ildə Skype yaratdılar. Microsoft bought it for 5.2 billion pounds in 2011. Və Microsoft şirkəti də bu proqramı 2011-ci ildə 5.2 milyon pounda aldı. It is easy to find free Wi-Fi and people can go online even in rural areas. Deməli, deyir ki, pulsuz Wi-Fi tapmaq asandır və hətta ucqar ərazilərdə, yəni kənd yerlərində belə insanlar onlayndan istifadə edə bilirlər. Public transport is free in Tallinn for city residents and there is free Wi-Fi on the buses, trams, trains and ferries of course. Deyir ki, həmçinin ictimai nəqliyyatda Tallində pulsuzdur və şəhər sakinləri üçün city residents və deyir ki, deməli avtobuslarda, tramvaylarda, qatarlarda və feridə bir sahildən digər sahilə keçmək üçün istifadə olunan böyük iri yük gəmilərdir və yaxud da burada maşınlar, insanlar və yaxud da yük daşıyırlar həmin gəmilərdə. Daha doğrusu deyir, deməli onlarda da əlbəttə ki, pulsuz Wi-Fi vardır. Companies can test autonomous cars and robots in Estonia. Estoniyada deyir, şirkətlər artıq autonomous cars demək ki, sürücüsüz maşınları, həmçinin robotları test edə bilirlər. Deməli, davam edirəm tapşırıqlarımızla. Read the article about Estonia, what's it about? Deməli, məqaləni oxu və nə haqqındaydı? Biz burada oxuduq ki, bu artıq Estoniyadakı texnologiya və innovasiyalar haqqındaydı. Coğrafi yerləşmə haqqında da deyildi, turist cəlb etməsi haqqında da deyildi. Onlar haqqında sadəcə olaraq az bir məlumat vermişdi. Əsas texnologiya və innovasiya haqqındaydı. Sonra baxırıq true, false etməliyik, yəni düz, səhv seçməliyik. In Estonia there is large population, false. Burada demiş ki, 1.3 milyon əhalisi var. In Estonia there is a city with old buildings. Bəli, bir şəhər var ki, hansı köhnə bina, old town dedik. Buna da true. Internet expansion started in the 21st century. Deməli, internet 21-ci əsrdə deyir, genişləmişdir. Expansion genişləmə deməkdir, amma xeyr, 20-ci əsrdə, çünki deyir ki, 1997-ci ildə artıq bu plana başlayırlar. O da düşür 20-ci əsrə. Daha sonra teachers start to teach computer programming in secondary school. Uşaqlar secondary school orta məktəbdir. Artıq onlar 7 yaşında öyrənməyə başladıqlarına görə biz bunu primary school olmalıydı. Onun üçün bu da səhvdir. You can only access the internet in big cities. Deyir, yalnızsa böyük şəhərlərdə internet girişi vardır. Xeyr, hətta ucqar ərazilərdə dedik. Deməli, 6-cı cümlədə də you can see an autonomous car on the street.
Bəli, deyir ki, sən küçədə artıq sürücüsüz maşın görə bilərsən. Bəli, düzgündür. Daha sonra baxıram 3-cü testimizə. Birincinin özünün cavabını yazıblar. 90-cı illərdə Decade of Digital Expansion in Estonia, yəni Estoniyada digital genişlənmə, böyümə 10 illik idi. Decade 10 illik deməkdir. In 1997-ci ildə artıq dedilər ki, to increase internet access. O da olur the year of plan to expand internet access. Yəni internet girişini inkişaf elətdirmək, böyütmək, artırmaq. 7 yaşında artıq uşaqlar kompüter proqramlarını işləyə bilirlər. Age students start to learn computer programming, öyrənirlər, başlayırlar artıq. Və 2003-cü ildə isə nə idi 2003-cü il? 2003-cü ildə bir dəqiqə xatırlayaq. 2003-cü ildə bəli Skype yaratdılar Estoniyalılar. O da 6-cıya uyğun gəlir. 5.2 milyon pound'a Microsoft Skype aldı. O da hansına uyğun gəlir? 2-yə. Amount of pounds in billions that Microsoft paid for Skype. Skype üçün ödədi və ən axırıncı 1.3 milyon da əhalinin sayını nəzərdə tuturdu. O da number of people in millions that live in Estonia. Deməli, düzgün olacaqdı. Burada da 4. Daha sonra keçirəm 4-cü tapşırığımıza. Burada da verilən sözləri boşluqlarda yazmalıyıq. Can you program a microwave to cook food when you are not at home? Deyir ki, evdə olmayanda deyir, mikrodalqalı fırını, yəni sobanı proqramlaşdıra bilərsən ki, yeməyi bişirsin. Daha sonra 2-də e-commerce companies want to test delivery drones. Elektron ticarət şirkətləri bu çatdırılma dronlarını test etmək istəyirlər. 3-də London and Paris receive millions of visitors every year. London və Paris hər il milyonlarla insan turist qəbul edirlər. Və 4-cüdə isə I can't use my cell phone to go online in lessons. Deyir ki, onlayn dərslərdə telefondan istifadə edə bilmirəm. Daha sonra düşürük aşağıda bizim bir dialoqumuz vardı. Oxuyaq, tərcümə edək. Hi Isabella, are you okay? Salam Isabella, yaxşısan? No, I'm not. Something bad happened to me yesterday. Xeyr, yaxşı deyiləm. Dünən pis bir şey baş verdi. Oh no, what happened? Nə oldu? My mobile phone fell in the swimming pool. Deməli, deyir, mənim telefonum üzgüçülük hovuzuna düşdü. You are kidding? How did that happen? Deyir, zarafat edirsən. Necə baş verdi? Well, it fell out of my hand while I was texting. I got really cross. My mobile phone was new. Deyir, mən mesaj yazarkən əlimdən düşdü. Həqiqətən çox əsəbləşdim və telefonum yeni idi. I'm sorry to hear that. Bunu eşitdiyimə üzgünəm. Daha sonra keçirik. Aşağıda 2-ci tapşırığımız vardı. Verilən I'm sorry to hear that. Well and you're kidding sözlərini yerləşdirməliyik bura. My sister didn't win a prize at the science fair. Deməli, mənim bacım təbiət elmləri yarışında, sərgisində və yaxud da mükafat qazana bilmədi. O da deyir, I'm sorry to hear that. Bunu eşitdiyimə üzgünəm. She's good at science. O təbiət elmlərində yaxşıdır. What happened to your tablet? Deyir, tabletinə nə oldu? Well, while I was riding my bike, it fell out my bag. Deməli, mən deyir, velosiped sürərkən çantamdan düşdüm. Daha sonra isə while I was doing the dishes, my new headphones fell in the sink. Deyir, mən qabları yuyarkən mənim deyir, qulaqcıqlarım moykaya, yəni lavaboya düşdü. Burada da nə deyir? You are kidding, zarafat edirsən. Belə bir təəccüblü reaksiya verir. Daha sonra baxırıq, pronunciation vardı. Deməli, uşaqlar yadımızda saxlayırıq ki, sonu, baxın, bəzi sözlərin, sonu samitlə bitən sözlərin, ondan sonra gələn saitlə gələn sözdə samit və sait, birinci sözün axırıncı samiti, ondan sonra gələn sözün ilk saiti ilə birləşir. Baxın, my mobile phone fell in the swimming pool. Fell in ayrı demirik. Fell in the swimming pool. Daha sonra burada da eyni qaydadır. It fell out of my hand while I wasn't texting. While I was texting. Eyni qaydadır. Daha sonra bundan sonra artıq bizim yenə də bir
tekstimiz var, oxuyaq, tərcümə eləyək. Excellent to play video games and listen to music. Deməli, video gamlər oynamaq və musiqiyə qulaq asmaq mükəmməldir. In my opinion, Listenvox headphones are the best headphones on the market. Deməli, deyir ki, mənim fikrimcə Listenvox naşnikləri, qulaqcıqları piyasadakı ən yaxşı qulaqcıqlardır. I wear them when I playing video games and they are really comfortable. Mən onları video gamlər oynayanda deyir, istifadə edirəm və onlar həqiqətən çox rahatdırlar. I bought mine last year and I think they still look new. Deyir, mən onları keçən il almışam və məncə onlar hələ də yeni görünürlər. The sound quality is amazing and they don't accept water. Chill. Deyir, onların səs keyfiyyəti çox yaxşıdır və həmçinin su keçirməzdir. They don't accept water. I use them to listen to music while I'm walking home from school. Deyir ki, mən onları məktəbdən evə qayıdarkən musiqiyə qulaq asmaq üçün istifadə edirəm. Yesterday I was walking back home and it started to rain, but the headphones are still working. Dünən deyir, mən evə qayıdarkən yağış yağmağa başladı, amma mənim qulaqcıqlarım hələ də işləyirdi. Deməli, suallara cavab verməliyik. Who wrote the review? Kim yazdı burayı? Julio P. Yuxarıda qeyd edilibdir. What is the title? Sorry. Deməli... Açdıq. Deməli, what is its title? Title neydi? Excellent to play video games and listen to music. Daha sonra is the positive or negative review? Bu deyir, müsbət yoxsa negativ rəydir. It is a positive review. And what are two things the author of the review says about the headphones? Deyir ki, bu qulaqcıqlar haqqında deyilən iki müəllif rəyi hansıydı? Birində deyir ki, they are really comfortable, həqiqətən çox rahatdılar və digəri isə the sound quality is amazing, they don't accept water. Bunların hamısını qeyd edə bilərik. Daha sonra keçirik burada ikinci tapşırığa. Deyir ki, siz özünüz bir product seçin, texnologiya ilə bağlı olan bir product seçin, o haqda məlumat verin və daha sonra onu təsvir edin. Yəni, burada necə yazıbdırsa, ona uyğun bir dənəsini yazmalıyıq. Deyək ki, mən laptop seçdim bu haqda yazmağa. The best thing about this laptop is that it is very light and easy to carry. The battery lasts for a long time, so I can use it all day without charging. The screen is clear and bright. In my opinion, it is excellent for students. I highly recommend it. Siz də bu qaydada hansısa bir texnologiya ilə bağlı bir produktı götürüb, o haqda yazsanız, faydalı ola bilər. Daha sonra burada bizim bir qeydimiz vardı. In reviews, writers give their opinion. In my opinion, they are the best headphones in the market. I think they still look new. Yəni, burada da nə deyir? Deyir ki, rəylərdə biz öz fikrimizi yazırıq, yazdılar öz fikirlərini yazırlar və bunlarda da nələrdən istifadə edirlər? In my opinion, I think. Yəni, mənim fikrimcə, məncə bu kimi ifadələrdən istifadə edirik. Bu qədər. Növbəti videolarda mən növbəti dərslərin izahı ilə davam edəcəm. Sağ olun.